Qarazirə yağı Həbəşistan toxumu 100% həbəşidir. Gessaminin öz məhsuludur. İmmun sistemini qaldırmaq üçün onkoloji xəstələrdə çox gözəl fayda verir. Sonra mədədə helikobakter varsa, onu da məhv eləyir. Bu məhsul gessamində var. Bugün inşallah Xırdalanda Mədəniyyət evi ilə üzbəüz olan yerdəyəm. Sizə göstərim. Bura Mədəniyyət evidir. Demək, burada Baku Electronics, düz onun yanında ağacın altındadır burada. Gessamin Fitoklub. İnşallah sizə göstərim bir dənə. Kimin uşağında öskürək varsa, öskürəkdən əziyyət çəkirsə, baxın bu məhsul çox gözəl fayda verir. İnulatinli. Utin yağı həqiqətən də möcüzədir. Hamınız bunu bilirsiniz. Miqrendə, baş ağrılarında, qaymartda, sinüzitdə, limfalar şişəndə üzərinə çəkə bilərsiniz. Çox şeydə qulaqda səs-küy, xışıltı, xırıltı. Burada gözəl kremlər var. Kremlər, sabunlar var burada qəşəng. Şampunlar var. İstifadə elədiyim şampunlardan mən bəyəndiyim sarımsaqdır, gizlitkəndir və s. burada. Lavandalı şampun var. Çox şeylər, bitkilər. Baxın. Hamısı qablaşdırılmış, təmiz. Bax, 15-20 günə çox gözəl bu artırır D vitaminini. D3, K2 olan çox fayda verir. Keçibuynuzlu meyvəsi. Allergiyadan əziyyət çəkən insanlar bundan istifadə edə bilər inşallah. Sonra burada zeytun yağlarıdır, baxın. Süpürkə toxumudur, zirincli badam ləpəsidir, çörəkli xaşxaş toxumudur. Propolis suda çıxarışlı, çox gözəl mədə bağırsaq sisteminə fayda verir. Mədədə helikobakter varsa onu məhv edir. Sonra burada gözəl ballar var. Ballar çoxdur. Cökə balıdır, qara tikan balıdır, biyan balıdır və s. Gözəl sirkələr, yemişandır, şam qozasıdır, it burnu sirkəsidir, yapon safurasıdır, alma sirkəsidir, üzüm sirkəsi, nanədir. Sonra hazır burada məcunlar var, boy artırmaq üçündür. Sonra yaddaş məzunu, arıqlama, qəbizlik, kökəlmə, immun sistemi, prostat üçün və s.